başladı. Deməli, biz nə dedik? Dedik ki, gəlir səsim. Hə, gəl. Biz dedik ki, TechWriter deyə bir anlayış var. Hansı ki, mobile appdə development eləyən zaman API inteqrasiyalarını həyata keçirir. Yəni, dokumentasiya yazır. Biz bəzən LinkedIn-də, digər yerlərdə görə bilərik ki, siz o bayaq nə iş görürdünüz, onu bağlayın da, yəqin ki, fikriniz məndədir. Yox, sizə bura baxıram. Hə. Bunun üçün məhsul sahibi bütün tələbləri toplayır, IT analitika ötürür. TechWriter ilə məşğul olan IT analitik isə sadəcə olaraq API First Development sənədi hazırlayıb developera təqdim edir. Sənəddə hər metod altında isə bu metodu hazırlayarkən hansı şərtlərə əməl edilməli olduğu və hansı servislər ilə inteqrasiya lazım olduğu qeyd edilir. Developerlərə isə yalnız input və output məlumatlarının şərtlərə baxaraq onları icra etmək qalır. Digər məsələlərdə isə onun məsuliyyəti olmur. Yəni, developer məsuliyyət daşımır. Rahatlıqla məsuliyyəti öz beynindən ata bilər ki, yəni bu mənim olan iş deyil. İş bitdikdən sonra IT analitik Postman, CURL və s. metodlarla yoxlayır və əmin olur ki, məhsul düzgün hazırlanmışdır və yalnız bu mərhələlərdən sonra məhsulun testləşdirilməsi aidiyyatı şəxslərə ötürülür. Sonda isə lazım olarsa bug fixing və ya improvement üçün developerə eyni qaydada müraciət olunur. Burada bir YouTube videosu var. Göstərmək istəyirəm. Bu daha yaxşı izah edir ki, API necə işləyir. Yəni, işləmə məntiqi nədir? Açaq bunu. Hello everyone, what is an API and how you görürük deyə onu çətinlik çəkirik ki, təsəvvürümüzdə canlandaq. Necə eləyək bunu, nə cür yəni reallaşdıraq, onu biz indi bu videoda göstərəcək bizə. it works. Let's talk about it. Let's say you have a weather app that you use to check the temperature Deyir ki, bizim bir dənə hava haqqında məlumat olan applicationımız var. Biz bundan hava haqqında məlumat soruşuruq. in your city. The app does not store the temperature data on your phone but retrieves it Deyir yəni bunun telefonda datası yoxdur da, gedir hazır bir yerdən müraciət eləyir, gətirir. from a server. So the communication between the app and the server happens through an API, okay? The API is like a middleman between the app Deyir and the ki, server. burada arada bir middleman var, hansı ki API adlı adındadır da, yəni API-dir ki, gedir bu serverdən məlumatı daşıyır telefonun öz ekranına. Enabling them to talk to each other in a language they both understand. The app sends a request to the server for Deyir app request göndərir serverə, the temperature data hansı ki temperatur datasını istəyir and the server sends back the data in a format that the app can understand. və eyni ilə də server requesti təzədən cavabı respons olaraq qaytarır appə. So without an API, what would happen? The app would need to have the temperature data stored on the phone, which would take lot of storage space and require frequent updates. So APIs make it easier for developers to create software that can Deyir ki, bu serverlə app arasında API eyni dili danışmaq üçün var. Yəni API təmin eləyir ki, serverlə application eyni dili danışsın. Yəni API hazır data olan yer deyil. Sadəcə olaraq datanı daşımağa kömək eləyir. Bunu başa düşdünüz Orxan bəy? Bəli. Gəlin baxaq bilet ssenarisi üzərindən gedək. Biz ki daxil oluruq məsələn Azalın səhifəsinə. Demək getmək istəyirik Bakıdan, tutalım İstanbul, Türkiyəyə. Görürsünüz burada nə çıxdı? Dəqiqə bunu çəkim.
Burada çıxdı uçuş vaxtları, uçuş tarixləri və qiymətləri. Görürsüz, məsəl üçün mayın artıq 14, 17, 18-nə yer yoxdur. Daha doğrusu bu köhnə tarix olduğu üçün yer yoxdur. 19, 20-sinə görürsüz 925 manat, 609 manat və s. Və bu məlumatlar, bu səhifənin özü, bu bilet alışının həyata keçirilməsi, lap basırıq məsəl üçün. Gediş və dönüş tarixi seçdik, düzdür? Axtarışı verdik. Görürsüz, hər biri bir API request-dir. Dəqiqə. Inspect niyə yoxdur burada? Hə. Görürsüz, hər səhifənin, ümumiyyətlə səhifəni açanda, əgər səhifə applicationlar üstündən yazılıbsa, bu muşqanı vursaz incələdir ya da inspectdir ingilis dilində. Açıb uca səhifənin datalarını görəcəksiniz. Görürsüz, getdi burada, collect, datalar çıxdı. Görürsüz, API-lardır bunların hamısı. Səhifə yüklənəndə görürsüz nə qədər API yükləndi. Bax, bu boyda səhifənin yazılması üçün yazılması lazım olan API-ların hamısı budur. Bu konsuldur bu. Bunu bağlayırıq. Bizə lazım deyil. Hə, məsələn, collect. Nədir? Request your clarity collect. Düzdür, belə bir API-dir bu. Payload-na baxırıq. Belə yazılıb. View source. Niyə belə göstərdi? Response encrypted-dir bu. Ona görə belə göstərir. Collect. Bu da belə. Hə, məsəl üçün bu. Header-ı görürsüz, request URL keçmişdik keçən dəfə, düzdür? Request metodları. Metodları oxumusunuz Orxan bəy. Hansı metodlar var? Yadımdan. Açıb baxmamışam. Post, put, Hə, patch. post pull patch. Get, post, put, patch, delete. Get. Hə. Onlar yəni. Post pull patch yadımda da. Hə. Ondan sonra bu response payload da göstərir, encrypteddir. Çünki biz o datalara baxa bilmərik, bizə icazə vermiş. Nəysə, bunu bağlayırıq. İndi məsəl üçün business class istədik. Tutalım ki də business class seçdik. Görürsüz, burada requestlər getdi. Ki mən nə istəyirəm? Görürsüz, burada kalendar və s. hamısı göstərir. Tarix seçin. Sonra bir dənə düyməyə basıram. Burada görürsüz, hərəkət baş verir. Çünki sorğulanma gedir. Nəysə, buranı bağladıq. Bildik ki, biz API-nin işləmə məntiqi necədir? Bu, Azalın özünün öz bazası var da, gedir oradan sorğuluyur. Bəs deyək ki, TripAdvisor məsəl üçün necə eləyir? Və yaxud məsələn, TripAdvisor-da baxaq nəyə? Otellərə. Bunun özünün otel bazası yoxdur axı. Gedir sorğuluyur hansısa oteldən. Sonra Expedia var. Flights, uçuşlar. Görürsüz, bu özü uçuş üçün inteqrasiya qurub. Yəni, Azalın öz səhifəsi var, başa düşdük. Bəs digərləri artıq üçüncü source sayılır da, yəni üçüncü parti, üçüncü level sayılır. Yəni, gedir özü üçün sorğulama aparır ki, hansı, belə deyim, məlumatları sorğulayacaq. Bax, burada. Burada da eyni ilə inspect eləsək, görərik. Sən bu oteli seçdik. Açıldı. Check availability. Deyir, tarix seç buradan. Məsələn, tarixi seçdim. Search. Network. Görürsünüz, burada işlədi. Contact, record, event, payload. Bunlar hamısı mənim göndərdiyim şeylərdir. Sorğulardır. Yəni, inteqrasiya belə qurulur. İndi gəlin baxaq, inteqrasiya nədir,
Nə üçün lazımdır? Ümumiyyətlə API inteqrasiyanın üstünlükləri odur ki, əl əməyi azalır və proseslər sürətləndirir. Vaxta qənaət eləyir. Yəni biz bir də girib hardansa nəsə eləmirik. Bir səhifədə hamısından inteqrasiya qurub. Bizə dedilər ki, məsəl üçün Orxan bəy, gedin filan API qurun. Gedin elə API qurun ki, siz oteldə işləyirsiniz də indi otelin bütün məlumatlarını, boş otaqlarını gətirsin. Nə edərsiniz ilk öncə? Sual dərin sual deyil, sadədir cavab. Ona görə çox dərinə getməyin. Birinci nədən başlayarsınız? Bazanın datalara girməyə. Yox, dərinə getirsiniz. Birinci heç nə. İnternetdən araşdırarıq ki, görək belə bir praktika olubmu? Onun oxşarını oxuyaq görək necə qruplar. Biz də onun oxşarını quraq məsəl üçün. Və ya araşdırma eləyərik də özümüzə, məlumatlandırmaq üçün özümüzü araşdırma eləyərik. API inteqrasiyalarının mərhələləri nədən ibarətdir? Birinci, tələblər analiz edilməlidir. İnteqrasiyanın məqsədi müəyyən edilməlidir. Hansı məlumat paylaşılacaq bilinməlidir. Hansı sistemlər qoşulacaq bilinməlidir. Hansı funksiyalar istifadə olunacaq o bilinməlidir. API dokumentasiyada özündə yer alan, indi bu 45-ci slayda qədər keçdiyimiz şeyləri deyirəm. Endpointlər, metodlar, autentifikasiya üsulları, request response nümunələri göstərilməlidir API dokumentasiyada. Endpoint nə idi? Yadımıza salaq. Endpoint Endpointdir. Göstərim. API endpoint. Hansı ki burada URL-dir və digər filtr məlumatlarıdır. yadıma düşdü. Bizim dokumentasiyamızda bu endpoint yer almalıdır mütləqdir. Çünki bilinməlidir ki, nə hara gedir. Ondan sonra autentifikasiya üsulları, request və response nümunələri. Autentifikasiyalardan hansılar keçmişdik keçən dəfə? İki cür olan dediniz o. Basic token var. Basic. Aha. Yadıma. Basic token var idi. Daha sonra o birisi dinamik tokenlər var idi. İndi dərinliyə gedəcəyik yenə də. Bəs metodlardan hansı var idi? Bayaq dedim. Post, Get, post, update, delete. Request və response nümunələrində keçən dəfə keçmişdik biz. Və məşhur sənədləşdirmə platformaları demişdik. Hansılardır? Postman və Swagger. Dedizə Postman yüklənmir mənim kompüterimə. Yadınızdadır? Ümumiyyətlə autentifikasiya, yəni bu təhlükəsiz üçün giriş deyirik də, açar. Nə üçündür bu? Niyə var yəni? Sorğulayaq da özümüz üçün bütün saytları. Yəni digər girişləri qadağa qoymaq Bəli, üçün. icazəsiz giriş olmasın deyə bu lazımdır. Bir də biz HTTPS və HTTP keçmişdik. HTTPS daha təhlükəsiz idi, yoxsa HTTP? Yəqin PS. Son HTTPS secure, axırında S hərfi var. Ona görə dedim elə. Bəli. Azalır dedik. Deməli, gəlin indi baxaq. Mən 2 dənə ayrı-ayrı bir veb-sayt açacağam. Postman'ı da açacağam. Bugün Postman'a baxacağıq ki, görək orada necə keçir bizim bu məsələlər. 36 documentation. Bu məşhur telefoniya applicationıdır. Və ola bilər ki, ya bank, ya şirkət, nə isə də bu call centeri bundan istifadə eləsin və siz bunu araşdırmalı olasınız, məsəl üçün. Sizə tapşırıq veriləcək ki, get 3CX ilə olan inteqrasiyanı qurmağı təmin elə, onları analiz elə. Bunu necə eləyəcəyik? Deməli, biz açırıq birinci bu 3CX-in səhifəsini. Bizim bir dokumentasiyamız olur ki, oxuyub oradan yazmağa. Burada var 3CX Docs API.
Hə. Görürsüz, burada ümumiyyətlə belə bir şirkətlər, bir bu, bir də Travel Payouts. Biz danışacağıq bundan. Bunu da çəkin bura. Belə şirkətlər, görürsüz, API dokumentasiya hazırlayır. Görürsüz necə yazır. Authorization yazıb. Get token almaqla da description yazıb ki, bu rollar üzrə, yəni rollar üzrə dediyim, yəni insanlar da, yəni hansı ki bundan istifadə eləyəcək rollar yazır. Sonra endpoint URL-ni yazır ki, bu cür olacaq, postu metodu, HTTP metodunu yazır. Görürsüz, analiz bundan ibarətdir. Yəni biz belə bir dokumentasiya yazacağıq. Authentication required yes basic authentication'da hamısını detallı keçəcəyik bunların ki, nədir, necə yazmaq lazımdır. İndiki dərsdə hal-hazırda biz API-ni başa düşürük. Request parametrləri nədir? Body URL encoded parameters, bax bu da vacibdir ki, yəni necə yazılmalıdır. Client ID-dir, required string, yəni client ID dəyişəni required, yəni mandatory xanadır, yəni lazımlıdır. Yəni bu olmasa sorğu getməyəcək. String və fixed value özündə bulundurur, belə deyim. Client secretdir, grant type'dır. Bu ikisidir. Yəni bu ikisini biz body'yə yazırıq və bizim artıq formalaşır hansı ki lazımi parametrlərimiz. Bunu necə eləyirik? Açırıq Postman'i. Birinci Postman'la gedək, sonra Swagger asan donsuz da əsas Postman'ı öyrənək. Kimdə app yüklənmirsə, belə bir webdən istifadə edə bilər. Deməli, nədir burada? Authentication üçün endpointdir. Endpoint'i kopyalayırıq, yazırıq burada bu hissəyə. Və bu postu da, düzdür, post sözünü silirik buradan. Metodu post eləyirik. Bu o deməkdir ki, bu hərənin individual özününki olmalıdır. Yəni, hər bir şirkətdir, ya nədirsə özününkünü almalıdır. İndi ekran sharingi sizə verəcəm, özünüz də eləyəcəksiniz. Baxın, görün, düzgün eləyirsinizmi? Client ID-dir, məsəl üçün. Body-ni də belə yazırıq. Bax, burada key value olur. Keyimiz client ID-dir. Client secret. Və grant type. Məsəl üçün. İstəsək burada description yazırıq, value'sunu da buraya yazırıq. Artıq məsəl üçün bunu biz inteqrasiyanı quranda onlar bizə göndərirlər. O value'ları da bunun qarşısına yazırıq. Məsələn, client ID nədir, client secret nədir, grant type nədir, hamısını yazırıq və send eləyirik. İndi bizdə işləməyəcək, çünki düzgün deyil, error verəcək, yazılmayıb dəyərlər. Amma belə normalda bu cür işləyir. Response queues OK qayıdır. Yəni, response kodları keçmişdik biz keçən dəfə. Key ilə başlayan kodlar nə deməkdir? Yəni, successdir. Düzdür, Orxan bəy? Orxan bəy? Bəli, eşidirəm. Səssiz gəlmir. Bağlamışdım səs ona görə. Key ilə başlayan kodlar nə idi? Success. Bəli. Content type application JSON, yəni response body formatı da belə olacaq. Yəni JSON formatında. Error responsumuz 401. 404 ilə başlayan errorlar nə xətaları idi? Tapılmadı error 404 notification. Bəli. Və ya business request xətaları, yəni bad request, yəni biznesdə nəyisə xətalı göndərə bilər 400. 401 unauthorizeddir. Yəni valid deyil də user autentifikasiyası üçün, yəni userin keçidi üçün valid deyil bu. Not da yazıb, deyir, hər bir access token məsələn öz şərtlərini yazıb da, biz bunun şərtlərinə uyğunlaşmalıyıq, deyir, 60 dəqiqə içərisində keçərli olur. Yəni daha sonra 60 dəqiqədən sonra siz re-authentication eləməlisiniz.
Məsələn, departments deyə bir API-ləri var. Description yazıb ki, hansı ki 3CX-dən istifadə eləyəcək, bu telefoniya sistemindən istifadə eləyəcək departamentləri özündə barındırır və bu faydalıdır, yəni yeni departamentin unikallığını qoruyub yaratmaq üçün. Bunun endpointi də budur. Bunu da yenə eyni qaydada kopyalayırıq. Götürüb atırıq Postmanə. Məsəl üçün artıq tutaq ki, yenisini yaratmaq istəyirik də. Biz burada yaradırıq belə. New collection eləyirik. Collection. Yazırıq bura məsəl üçün 3CX. 3CX. Adı belə. 3CX-in içində add request eləyirik. Add request eləyəndən sonra məsələn bir dəqiqə, buydu da. Sən getdi idi bu. Get. Məsəl üçün bu. Getdi. Bir dəqiqə mən authentication-da əlavə eləyim. Authorization-a. Delete eləyək bunu. Aha, biz bunu artıq authorization etdikdən sonra buradan seçəcəyik. Orada nə demişdi? Demişdi basic authentication, username və password. Yəni hər bir şirkətə username, password veriləcək. O birinci authorization çağıracaq. Authorization çağırandan sonra artıq biz gələcəyik burada authorization'a bunu yazıb send edəcək. O zaman işləyəcək bu. Yoxsa işləməyəcək heç bir. Yəni authorizationsız heç bir API işləmir. 404 not found çıxanda da yenə də deməli departament yoxdur. Bu endpointlərdən istifadə etməklə biz yeni departament də yarada bilərik. Create department. Məsələn, götürürük bunu. Endpoint nədir? Create department. Düzdür. New request düzdür. Buraya yazırıq. Create department. Adını belə yazırıq. Endpointini götürüb kopyalayırıq. Bu hissəyə qədər. Buraya yapışdırırıq. Bunu məsələn eləyirik post. Daha sonra məsələn run eləyəndə bizə bu çıxır ki, məsələn filan kəs budur, bəs budur, yarandı da, yəni departament. Daha sonra burada nə endpointimiz var? URL-li olan canlı kollar və s. Gəl indi baxaq. Get list of users. Users adlı hissəyə getdik. Baxın, klikləyəndə dokumentasiyada alta düşür. Siz də dokumentasiya yazanda Word-də format var ki, table of contents. Yəni kitab kimi səhifənin üstünə klikləyəndə vuracaqsınız, çıxacaq. Mən onun nümunəsini də bir dənə yazıb sizə göndərəcəm. Yəni siz eyni qayda ilə elə bir dokumentasiya yazacaqsınız, təhvil verəcəksiniz ki, yəni biz görək ki, həqiqətən də API mənimsəmisiniz. Get list of users düzdür. Yenə bunu kopyalayırıq buradan. Yapışdırırıq. Məsəl üçün bura. Tutaq da budur. Get list of users. Düzdürmü? Endpoint URL-imiz budur. Bunu kopyalayıb qoyuruq bu hissəyə, Postmana. Metodumuz get, authentication'ımız var. Bunlar da bizim responsumuzdur. Görürsünüz, yazıb responsuna qədər. Daha sonra var burada nə? Məsələn, list group of members var. Yəni, qrup iştirakçılarının siyahısını gətirir bizə burada. Bu endpoint retrieves the details specific group including its members. Bu deyir endpoint gətirir detallarından spesifik qrupu, hansı ki içində özündə barındırır istifadəçiləri. Endpoint URL-imiz Orxan bəy. Bəli. Qulaq asırsınız da yəqin. Bəli. Budur. Bu hissəni kopyalayırıq. Birazdan sizin ekranı şeir edəcəksiniz. Mən baxacağam. Görək nə qədər aça bilirsiniz. Məsələn, sən deyirik yenə error alıq. Çünki keçməmişik qeydiyyatdan. Yəni, bax belə. İndi gəlin travel payouts-a baxaq. Burada API overview. İçərisinə daxil oluruq. Burada uçuşlar var, brand var.
API and data var və s. Burada birinci yazıb nəyə görə, nə üçündür? Gəlirik. API and data. Statistik, balans. Məsəl üçün, Aviasys Data API. Birincinə daxil olduq. Nə deyir? Deyir, Aviasys Data API, dokumentasiyanı bu formada yazmaq lazımdır. Görürsünüz necə detallı yazıb. Biz də belə detallı dokumentasiyalar yazacağıq. Yəni, bunu bizdən tələb eləyəcəklər. Deməli, dedik ki, yəni API inteqrasiyası sırf bu yöndə gedir. Burada nə var? Overview, yəni ümumi bu Aviasys Data API haqqında. Data API access provides prices user search history. Bu deyir API təmin eləyir qiymətlərlə, hansı ki userlərin axtarışlarında olan. Developerlər üçün documentation, məsələn yeni yerdə açırıq. Developerlər üçün documentation budur. Görürsünüz necə yazıb. Məsələn burada run in Postman eləyəndə açılır. For collection, məsəl üçün. Aha, işləmədi. Özümüz əlinə yazarıq, problem deyil. API rate limit var burada, görürük. API rate limit nədir? Serverin həddindən artıq yüklənməsinin qarşısını alır. Məsələn, deyir ki, bir istifadəçi 100 dənə ancaq request göndərə bilər. Bu API rate limitdir. Bu da Access API da var. Burada yəni deyir, accessi necə alırıq? Göstərir burada X access token headerında token parametrlərində olmalıdır. Yəni headerında yazılmalıdır. Sonra data formatı necə olmalıdır? Success data error necə olmalıdır? ISO 8601 standartına uyğun yazılmalıdır və API necə göndərmək lazımdır? Hamısını bir-bir yazıb. Məsələn, send a question. Burada göndərmək olur. Görürsünüz, send request-də göndərdik və həmən bizi yönləndirdi digər linkə. Data by country marketslərdən də burada yazılıb ki, yəni hansı bazarda nə ilə fərqlənir. Flight tickets for specific datas. Məsələn, 48 saatlıq olan 48 saat qalan API sorğularından biri city direction, prices cheap. Bunlar filtrlərdir hamısı. Yəni, nəyi axtarmaq, necə axtarmaq. Sonra, bu request-dir. Request parametres nədir? Görürsünüz, burada yazıb. Currency, yəni valuta, origin, destination, məsafə, departure, return, at one way. Yəni, görürsünüz, hamısını bir-bir yazıb. Response example-a baxırıq. Response example-ımız buradadır. Onu bir-bir də yazmalıyıq. Hansı dəyişən nədir? Altından yazırıq. Burada belə yazıblar. Daha sonra yenə request parametrləri və responsu yazır. Yəni API yazır, responsu, requestini yazır, nəyin nə demək olduğunu qeyd eləyir. Aşağıda request parametrisi var. Nədir? Hamısını qeyd eləyir və example-ını da verir. Normalda belə olmalıdır, yəni. Məsəl üçün, indi baxaq başqa API-lara. Flight data by Aviasys. Məsəl üçün, baxın, burada yazılıb. API travel payout.com data. Düzdürmü? Və burada hamısının kodları ilə yazıb ki, nədir? Məsələn, Greek Yunan budur, L-dır və yaxud digər ölkələrin kodlarını yazıb. Yəni, çağıranda onlar çıxır. Response-da da bunlar çıxır. Name currency, name translations, yəni tərcüməsi və bu da example response-dur. Görürsünüz, hamısını qaytarır. Bütün dillərdə, bir çox dildə qaytarır. Tutalım ölkənin adı seçdiyimiz. Time zone və s. Airport data in JSON format. Görürsünüz, JSON formatda aeroport datalarının çağırmağın üsulunu göstərir. Code, name, type, flightable, yəni uçuşa uyğundurmu ya yox, koordinatları, time zonası və s. dilləri də özlüyündə özünü tapıb. Yenə də example response və response parametrlərin açılışıdır. Burada və belə. Məsələn, API for mobile apps var burada. Search for airports and city by string. Şəhərlə uçuş yerlərini tapmaq. Getting airlines logos. Görürsünüz, logoların özünün də API var. Price calendar. Kalendarla gedib qiyməti gətirməyin API da buradadır. Neyse getmədi.
price map, yəni xəritə ilə price map price, yəni ölkə ilə xəritəsi ilə qiymət, convert the price, qiyməti konvertasiya eləmək. Görürsünüz, burada konvertasiya eləyir. Yəni nə edir? Çevirir ekvivalentinə. Siz məsələn dollar yazanda manatla çevirir, hesablayır. O hamısı API ilə baş verir. Bax bu API-dir məsəl üçün. Özdə göstər. Bu nə olacaq? Get olacaq, düzdürmü? Çünki biz məlumatı veririk və almaq istəyirik. Tam ki, hansı valyuta nədir? Əgər hesablama və s. artırsaq, databazada nəsə dəyişiklik eləsək, onda post olardı. Sonra burada API overview-umuza baxaq. Və burada TravelPay partner linklərləndir. Məsəl üçün, kiwi.com, Expedia, Holiday, Taxi, Ticketmaster, Priority Pass, InDrive. Və görürsünüz necə bundan inteqrasiya qurub. Göstərir buradakı request-i necə göndərir, nə edirik. TRS, Marker, Shorten, Links, URL, Sub-ID. Və bunlar hamısı bizim request parametrlərimizdir və onun qarşısında descriptionlardır. Yəni, nəyin nə demək olduğunu göstərir. Burada da yenə possible errordur və s. burada göstərir. Ki, necə çağırmaq lazımdır və necə özündə birləşdirir bunu. Demək istəyirəm Orxan bəy, mən dayandırım. Kaydı. Siz screen share eləyəsiniz, görək nə başa düşmüsünüz, necə aça bilirsiniz.